Tərtər şəhəri 11 mart 2025-ci il tarixində baş vermiş ağır yol nəqliyyat hadisəsi bir ailənin həyatını alt-üst edib. Məlumata görə 2001-ci il təvəllüdlü İspəndiyarov Yaqub özünə məxsus VAZ 2107 markalı avtomobilin sükanını dostu 1995-ci il təvəllüdlü sürücülük vəsiqəsi olmayan Abışov cəsarətə etibar edib. Hadisə gecə saatlarında baş verib. Hərəkət zamanı qəfil qarşısına bir avtomobil çıxıb. Sükan arxasında olan Abışov cəsarət qəza törədib. Nəticədə avtomobilin sahibi sükan arxasında olmayan İspəndiyarov Yaqub Raquboğlu hadisə yerində aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisədən sonra iddialara görə qəzanı törətməkdə təqsirli bilinən Abışov cəsarətin ailə üzvləri və yaxınları dünyasını dəyişmiş İspəndiyarov Yaqubun atası İspəndiyarov Raquba mərhumun 3 günü yaxınlaşaraq bütün xərcləri öz üzərimizə götürürük və biz ödəyəcəyik kimi vədlər verir. Hadisədən bir il keçməsinə baxmayaraq heç bir vəd yerinə yetirilməyib. Ata hal-hazırda şikayətçidir. Hazırda ata bu yükün altından çıxa bilməyəcəyini bildirir. İspəndiyarov Raqub bizə göndərdiyi video müraciətdə deyir ki, artıq çarəsiz vəziyyətdədir. Qarşı tərəfin verdiyi vədləri yerinə yetirməsini istəyir. O, oğlunun qampulunun ödənilməsini istəyir və göndərdiyi video müraciətini ictimailəşdirməklə ədalətə nail olacağını ümid edir. Atanın qəlbləri və ürəkləri dağlayan həmin o video çarxını, video müraciətini təqdim edirik. Mən İspəndiyarov Raqub Yaquboğlu, mənim oğlum 2025-ci ildə ayın 11-də Tərtərdə avariya düşüb, rəhmətə gedib. Rolda cəsarət olub. Mənə da gəldilər dəfn günü dedilər ki, sağ köməklik eləyəcək, heç bir köməklik olmadı. 1, 3, 5, 7, 40 hamısını özüm yola verdim, qəbir daşını düzəltdim. Mənə heç bir köməklik olmuyor.